Merge columns əmri haqqında danışacağıq. Əvvəlcə öncəki dərslərimizdə keçdiyimiz split column əmrini vurğulayaq. Bu əmr vasitəsilə bir sütunu müəyyən hissələrə ayırmışdır. Merge columns isə bunun əksidir. Bu əmr vasitəsilə bir neçə sütundakı məlumatı bir sütunda birləşdirə bilərik. Əvvəlcə biz full name sütunumuz var. Ad və soyad birlikdə yazılıb. Bunu split column əmri vasitəsilə by delimiterdən ayıraq və delimiter kimi boşluq seçdik. Ad və soyad ayrıldı. Burada isə biz sütun adlarımızı düzəldək. Gördüyünüz kimi ayırdıq ad və soyadı. İndi isə fərz edək ki, ad və soyad sütunlarımız əvvəldən bu şəkildə idi. Sadəcə bunları birləşdirmək bizdən tələb olunur. O zaman merge columns əmrindən istifadə edəcəyik. Sadəcə hazırda deaktivdir. Bunun səbəbi isə ondan ibarətdir ki, bir sütun seçmişik. Əgər biz digər bir sütunu da seçsək, görəcəyik ki, əmrimiz aktivləşdi və daxil oluruq. Burada bizdən tələb olunan ilk şey odur ki, biz bu iki sütunu birləşdirərkən ayrıc kimi nədən istifadə edək? Məsələn, boşluq ola bilər və ya digər simvollar və ya custom-a daxil olub özümüz də bir simvol yaza bilərik. Məsələn, tre. Bu hissədə isə yeni yaranacaq sütuna ad veririk. Məsələn, full name yazaq. Bu şəkildə iki sütunumuz birləşdi və tre ayrıcından istifadə olundu. Həmçinin biz burada ikidən daha çox sütunu da birləşdirə bilərik. Məsələn, ad soyadı seçdik və bir də product kodu seçək. Məsələn, add column tabından edək bunu da. Buradan merge columns etsək və mən buradan boşluq seçirəm. Bura isə yenidən məsələn full name yazaq. Və yeni sütunumuz yarandı. Bunu isə buradan move edib to beginning etsək. Bu şəkildə ikidən daha çox sütunu da birləşdirə bilərik.